Bismillahirrahmanirrahim. Elhamdülillahi hamden kesiren tayyiben mübareken fi kema yuhibbu Rabbuna ve yarda. Allahümme salli ala Muhammedin ve ala ali Muhammedin kema salleyte ala İbrahim ve ala ali İbrahim inneke hamidun mecid. Ve barik ala Muhammedin ve ala ali Muhammedin kema barakte ala İbrahim fil alemine inneke hamidun mecid. Bugünkü dersimiz Allah'ın izniyle, yani çalışaq səbirli olaq. Bəri başdan deyirəm. İnşallah bugünkü kitabın xətmidir. Kitabımız da Əhl-i Sünnə və Cəmaənin etiqadının bəyanı olan bir kitabdır ki, zamanında yaşayan tələbələrin xahişi nəticəsində yazılmış bir kitabdır. Tələbələr Muhammed ibn Əbi Zəməninə xahiş edirlər ki, bizə Əhl-i Sünnə və Cəmaənin müxtəsər şəkildə olan bir etiqadlarını bəyan elə. Şeyh Hafiz Rahiməhullah da kitabı yazmış və ixlası nəticəsində bugünkü gündə biz onun elmindən faydalanırıq. Və Allahın iznində də insanlar bundan faydalanmağa davam edəcəklər ta qiyamət günə qədər. Yəni bir əməldə ixlas olarsa, səmimiyyət olarsa, Allah Teala onu bəzəyər. Yəni belə baxsaq ki, yəni bu mövzuda az kitablar yazılmayıb. Bu mövzuda az kitablar yazılmayıb. Lakin günümüzə gəlib çatanlar hamısı Allah Teala'nın onun sahibinin elminə qoyduğu, oxuduğu elmin əməli və ixlası nəticəsində onu başqa ümmətləri gətirib çıxartdı. Yəni üzərindən 1200 il keçib, buna baxmayaraqdan, yəni 1100 il, 1000 il keçib, ona baxmayaraqdan kitabı bugünkü gündə necə yazıbsa necə əlimizdədir. Və bunu da müdarəsə edirik aramızda. Yəni əvvəldən axıra kimi bildiniz, əvvəldən bura kimi olan dəstələr hamısı bütün Əhl-i Sünnə və Cəmaənin birinci Əhl-i Sünnə və Cəmaənin müvafiq qaydaları, məzhəbləri, etiqadları və ona müxalif olanların bəyanı idi. Bu mövzunun axırında belə xitam edir ki, bu sayılan bütün bu məzhəblər, yəni Əhl-i Sünnə və Cəmaəyə əks olan azğın inancı sahibləri, bunların tövbəyə çağırılması, onlardan bəzilərinin təkfir olunması və s. bu mövzulardadır. Yəni xitam olaraqdan bildirir ki, və kitabın əvvəlindən gəldiyimiz kimi bilsək ki, orada müəyyən bir firqələr zikr olundu, onların məzhəbləri, inancları bəyan olundu. Və bu inancı, bu bəyan sahiblərinin də sonda isə xitam olaraqdan onların tövbəyə çağırılması və Əhl-i Sünnə və Cəmaə arasında da onların təkfir olunub olmaması barəsində ixtilafın bəyanı fəslidir. Yəni bəzi mövzumuz ilə bundan ibarətdir ki, bəbun fil istitabəti əhlil əhva və ixtilaf əhlil ilm fi təkfirihim. Bidət əhlinin tövbəyə dəvət olunması və alimlər arasında da onlardan bəzilərinin təkfir olunub olmaması barəsində ixtilafı. Qalə musannif Muhammed ibn Əbi Zəmənin İxtələfə əhlul ilmi fi təkfir əhlil əhva. Elm əhli bidət əhlinin təkfir olunub olunmaması barəsində ixtilaf etmişlərdir. Yəni bu qəti məsələlərdən deyil. Aydın qəti məsələlərdən deyil ki, hətta yəni kimisə bunun əksi olsa qınayaq. Bizim namazın vacibatları, vacib olması, fərz olması bu yekdir rəydir. Amma ki təkfir olması onun kimi deyil. İxtilaf var. Bəziləri təkfir ediblər bidətinə görə və bəziləri təkfirdən uzaq durublar. Və minhum mən qalə innəhum kuffar muxallilun finnar. Və bu alimlərdən bəzi bunu deyir ki, ixtilaf vardır. Sonra deyir ki, bəzi alimlər deyirlər ki, bütün bidət əhli kafirdir və onlar əbədiyyən cəhənnəmdə qalacaqlardır. Bəzən bu hökmlər şəxsin özünə və yaxud da yayılan bidətin növünə və yaxud da ki, bidəti elən insana görə fərqlənir. Hökmün ona yapışdırılması, ona verilməsi fərqlənir. Aydındır. Və bəzi alimlər bu məsələdə yəni qəti olublar, yəni çox sərt yanaşıblar məsələyə. Ona görə Peyğəmbərimizin getdiyi yola müxalif olan hər bir kimsəni İslamdan çıxartıblar. Və onlar əbədiyyən cəhənnəmdə qalacaqlarını bildiriblər. Və bəziləri deyirlər ki, bu bidət rəsul bidə, yəni bu bidət əhlinin başda gedən
məzhəblər 4 dənədir. Bəziləri deyir ki, yox 5 dənədir. 5 dənə qaynaqları var və bəziləri yəni 5 dənə hissədən ibarətdir və bəziləri deyir ki, yox 4-dən ibarətdir. İnşallah gələcəkdə onu biləcəyik. Yəqulu Musa və minhum mən la yəbluğu bihimul kufra. Bu ikinci alimlərin ixtilafının ikinci tərəfi deyir ki, deyirlər ki, onlar deyir, o bidət əhli küfür dərəcəsinə çatmayıblar, hətta təkfir olunsun. Və la yuxricuhum anil İslam. Onları İslamdan çıxartmırlar. Mədəmə fil İslam Müslim. Yəni nə qədər ki İslamdadır, İslamdan çıxartmayıblar. Və yəqulun və bunlar çıxartmayanlar deyirlər ki, innəl-ləzi hum aleyhi fusuq və maasi. Yəni onların bidətləri olsa belə, onların o bidətləri fasiqlik və isyanlardır. Yəni günahlardır. Onların bidət olsa belə, onlar günah sayılır. Çünki əksində belə hər bidət günahdır da. Aydındır. İllə ənə əşədül maasi vəl fusuq. Yəni lakindir ki, o bidət, bunların işlətdiyi bidətlər, yəni araq, yəni bir kimsənin içki içməsi ilə siqaret çəkməsi eyni deyildir. Çünki bunların etdiyi, o bidət əhlinin etdiyi o günahlar daha şiddətli, daha pisdir, daha murdardır. Çünki Allahın dinindən elmsiz danışmaqdır. Allahın dininə şəriət qoymaqdır. Peyğəmbərin gətirmədiyini, Allahın əmr etmədiyini əmir və buyruq kimi yerinə yetirmələridir. Bu da başqa günahlara nisbətlə daha pis dəyər qazanır. Ona görə burada güzəştə getməyiblər. Yəni necə ola bilər ki, Allah Teala bir tərəfdən deyir ki, mən sizin üçün dinimi kamil etdim. Və ikinci tərəfdən sən durub bu dinə əlavələr edirsən. Bu da yəni qəbul olunmazdır. Ona görə bunların təkfirində gedən alimlər də yəni bu baxımdan yanaşdıqlarına görə bura üzərində qalmışlar. İkinci tərəf isə yox. Deyirlər ki, onların etdiyi günahlar, bidətlər günah sayılır. Və hədə məzhəbu məşayixinə bil-Əndəlus. Dediyimiz ki, Muhammed ibn Əbi Zəməni Əndəlosda olan alimlərdən sayılır. Məliki məzhəbinin banilərindən sayılır. Mötəbər alimlərindən sayılır Məliki məzhəbinin. Deyir ki, bu bizim bu rəyimiz mənim Əndəlosda olan şeyxlərin hamısının rəyi belədir. وَالَّذِي يَعْتَقِدُهُ فِيهِمْ. Yəni onların da etiqad etdikləri elə budur. وَكَانُوا يَقُولُونَ və o şeyxlər, məşayixlər deyirlər ki, لَا يُوَاضَوْ أَحْدٌ مِنْهُمُ الْكَلَامُ وَالْاِحْتِجَاجَ. Onlardan, yəni bidət əhlindən nə olsun ki, günahlardır deyib üstündən keçilməz. Yox, onların deyir ki, nə kəlamına, nə deyir ki, hüccətlərinə baxılmaz. Yəni onlarda söz münaqişə və yaxud da ki, belə mühadisəyə, yəni diyaloqa girilməz. Və ya da ki, gətirdiyi dəlillərə baxılmaz, çevrilib baxılmaz. وَلَكِنَّ يُعَرَهُ بِرَائِهِمْ. Lakin onların rəyləri, olan rəyləri, əhl-i sünnəyə müxalif olan rəyləri insanlar arasında yayılıbdır artıq, o bəyan olunmalıdır. Onların rəyləridir ki, çox pis mundar rəylərdir. وَيُسْتَتَابُ مِنْهُ فَاِنْتَابَ وَاِلَّا قُتِلْ. Və bu bidət əhli nə eləyər? Tövbəyə dəvət olunur. Sən bu əməllərindən dön və ondan tövbə etməsi tələb olunur. Əgər tövbə edərsə, buraxılar, əks halda öldürürlər. Və illə qutil. Əndəlüsdə bildiniz də harada yerləşir. Qalə Yaqutul Hamavi, bu məşhur müərrixlərdən, tarix alimlərindəndir. Onda Mu'camul Buldan adlı kitab var ki, orada bütün dövlətlər barəsində, Azərbaycan barəsində orada danışır. Əndəlus və yaxud Əndəlus deyə tanınır. Yəni kitabın başında demişdik ki, Əndəlus harada yerləşir və bunun nisbəti olaraq hara olur bilmişdik. Bu da yəni İmam Muhammed ibn Əbi Zəməlin özünün məşayixlərinin və oğlu Əndəlüsdə olan şeyxlərin rəyi olaraqdan bildirmişdir. İndi burada bu məsələyə uyğun olaraqdan dəlillər gətirir. Qal və həddətin İshaq an Əsləm an Yunus an İbn Vahb. İbn Vahb ondan rəvayət gətirirlər ki, İbn Vahb kimdir? O Əbu Muhammed Abdullah ibn Muslim el-Fəqih el-Maliki min Əhd el-Abbasi. Bu İbn Vahb adı Əbu Muhammed, künyəsi Əbu Muhammed, adı Abdullah ibn Muslim el-Fəqih. Maliki məzhəbinin fəqihlərindən sayılır. Yəni mötəbər alim ulamalarından sayılır. Abdullah ibn Muslim İbn Vahb olaqdan tanınır. İmam Məlikə 20 ildən artıq çox bir müddətdə ilim tələb etmək üçün ona bağlı qalmışdır. Bütün həyatını ilim tələb etmək üçün sərf edən bir insandır.
Hicri 125-ci ildə 743-də miladi dünyaya gəlib 144 888-ci il miladi tərqimində dünyasını dəyişmiş mötəbər alimlərdir. Deyir. İbn Vahab deyir. Əxbərənə İbn Əbi Zinət. Məni İbn Əbi Zinət, o da kimdir? O da Əbu Abdillah Muhammed İbn Abdurrahman bin Əbi Zinət. Bu da həmçinin Zəkvan el-Mədəni. Bu da Hicri 125 174 illər arasında yaşamış, 738 790 miladi təqvimində yaşamış alimlərdir. Bu da deyir ki, an əbihi, bu da atasından rəvayət edir. Atı Abdurrahman bin Abdullah el-Zəkvan el-Mədəni ma'rufun bi Əbi Zinət olaraqdan tanınan məşhur bir alimdir. Oğlu atasından rəvayət edir. Oğlundan da İbn Vahab, Abdullah ibn Müslim. Qala xaracatil Haruriyyə bil-İraq. Haruriyyə nədir? Hansı firqəyə mənsubdur? Bəli, Haruriyyə xavaric nisbəti olan bir firqədir. Hamınız səkitun. El-Haruriyyə bil-İraq. İraqda deyir, Haruriyyə firqəsi zuhur etməyə başladı. Böyle baş qaldırmağa başladılar. Bu da Ömər bin Abdülazizin xilafəti dövründə. Yəni Ömər bin Abdülazizin xilafəti də Hicri 99 150 101 və 151 illər arasında olmuş, 151 illər arasında 99 151 bu illər arasında olmuş bir xilafətdir. Və bu deyir ki, və ənə yevmə idin bil-İraq ma Abdülhamid ibn Abdurrahman bin Zeyd ibn el-Xattab. Bu zaman deyir ki, mən İbn Əbi Zinət deyir ki, mən bu zaman İraqda Abdülhamid ibn Abdurrahman bin Zeyd ibn el-Xattabla bərabər idim. Bu da min əimməti siqat, mötəbər alimlərdən sayılırdı. Abdülhamid ibn Abdurrahman, Yezid ibn el-Xattab böyük mötəbər alimlərdən, lakin rəvayətləri az idi. Əmirul Kufə, Kufənin əmri və Ömər bin Abdülazizin xəlifəsi idi, o İraqa təyin etdiyi. İbn Əbi Zinə deyir ki, mən onunla bərabər Haruri ilə çıxdığı zaman İraqda bərabər idim. Və Ömər bin Abdülaziz bizə məktub yazır. Bizə Haruriləri, xavaricləri Allahın kitabına və Peyğəmbərimizin sünnəsinə dəvət etməyimizi istəyir. Və bildikdə ki, bizlər artıq onları dəvət edə bilmirik və bizə ikinci bir məktub yazır. Deyir ki, ən qatiluhum, onlarla vuruşun. Fə innəllaha və ləhul həmd. Həmd Allaha məxsusdur. Ləm yəcələhu sələfən yəhtəcunu bihi aleynə. Onların bizə hüccət, dəlil gətirəsi heç bir sələfi yoxdur, arxası yoxdur. Narahat olmayın. Fəbə'ətə iləyhi Abdülhamidi ceyşən. Onlara Abdülhamid bir dəstə göndərir. Əskər dəstəsi onların üzərinə göndərir. Fəhəzəməthumul Haruriyyə. Haruriyyə onları məğlub edir. Abdülhamidin dəstəsini, ceyşlərini məğlub edir. Bu xəbər Ömərə çatdıqda İbn Abdülaziz onlara Məsləmət İbn Abdülməlik İbn Mərvanın ceyşini, əskərini göndərir. Bu zaman Məsləmə Abdülməlik İbn Mərvanın oğluydu. Mərvan İbn Həkəm, Məsləmə İbn Abdülməlik İbn Mərvan İbn Həkəm. Aydındır. Bu da Məsləmə 66 və 80 Hicri 66 və 121 illər arasında yaşamış xəlifələrdən sayılır. 66, 121. Bəli. Demək, Məsləmət İbn Abdülməlik əskərlərini yığır, onlara qarşı Şama doğru yürüyüş edir. Və kətəb ilə Abdülhamid. Abdülhamidə məktub yazır. Deyir ki, mənə sənə Harurilərin, sənin əskərlərinin nələrin etdiyi artıq gəlib mənə xəbəri çatmışdır. O pis dəstə, yəni o murdar dəstənin sənin əskərlərinə, sənin yandaşlarına, dostlarına nələ etdiyi gəlib xəbəri bizə çatmışdır. Və bu zaman o ba'athahu ileykə Məsləmə İbn Abdülməlik fəcəllə beynəhu və beynəhu.
Deyir ki, bu zaman deyir ki, Ömər bin Abdüləziz deyir ki, bu zaman sən deyir, Məsləmənin əskəri ilə onları baş-başa burax. Aralarına girişmə. Fələqiyəhum Məsləmə. Məsləmə qaidi idi, yəni komandir idi, o zamanı komandir idi. Bu Həruri ilə qarşılaşırlar. Və bu zaman Allah Teala Allahın izinlə onlara qalib gəlir və onlar da Həruriyə də onun qarşısında məğlub olurlar. Beləliklə Məsləmət ibn Abdülməlikin dəstəsi, ordusu Həruriləri məhv edir. Burada bizə fayda odur ki, bəyan edirsən, dəvət edirsən, çatdırırsa, əgər qəbul dəvət mümkün deyilsə, bu kimi xavar üçün böyük bir batil firqələrlə ki, belə döyüşü qalxırsan. Biz özümüz mü qalxırıq? Yox. Necə ki, o zamanı xəlifə var idi, başçı var idi. Onların rəyi altında, onların izni altında olur. Yoxsa hər bir kimsə bunu etmək səlahiyyəti daşımır. Aydındır. Yəni, burada baxaq ki, nə olsun xəlifədir? Abdülhəmid xəlifə idi, özü qalxışa bilir. Lakin ona Ömər bin Abdüləziz başçı idi, o daha böyük xəlifə idi. Biz onun təyin etdiyi bir xəlifə idi, əmir idi. Lakin onun göstərişi ilə birinci dəvət etdi, gördük xeyri yoxdur, artıq onlara qarşı bir dəstə göndərməyə və bu dəstəsə yenildən sonra onlara Məsləmət ibn Abdülməlik onun dəstəsi ilə Allah Teala onlara zəfər qazandırdı. Bu əsər də səhih olaraqdan rəvayət olunur. Həm İbn Vahib deyir ki, və həddətil Məlik ən əmmihi. İbn Vahib deyir ki, mənə Məlik, o da əmisindən rəvayət edir. Məlik ibn Ənəs, İmam Məlik. Onun əmisi də 3 dənə əmisi var. Onlardan burada rəvayət olunur. Əbu Suheyl, Nafi' ibn Məlik, İbn Amir Əl-Əsbahiyyi. Bu da Hicri təqvimi 140-cı illər dünyasını dəyişmiş mötəbər alimlərdən sayılır. Yəni İmam Məlikin əmisidir. Qalə, bu deyir. İmam Məlikin əmisi Əbu Suheyl deyir. Ömər bin Abdüləziz məndən soruşdu. Məzə tərəfi həuləl qədəriyyə? Qədərlərə barəsində nə deyirsən? Firqə barəsində nə deyirsən? Nə düşünürsən onlar barəsində? Dedim ki, İstətibhum fə in qabilu zəlikə və illə fəə'ridhum aləs-seyf. Onları tövbəyə çağır. Əgər olduğu etiqaddan dönərlərsə, burax. Əks halda onları qılınclara ərz et. Yəni onları qılıncları göstər. Yəni onları qətlə etir. Qalə Ömər və ənə ara zəlik. Və Ömər bin Abdüləziz deyir ki, mən dedir bu rəy üzərəyəm. Bu əsərdə səhih olaraqdan rəvayət olunur. Və qal Yusuf ibn Mehran an İbn Abbasin, İbn Abbasdan gəlir. Qalə səmi'tu Ömər ibn Xattab yəqulu aləl minbər. Ömər ibn Xattabın minbərdə belə dediyini eşitdim. İnnehu seyekunu qavmun min hadihil ummə yukəzzibuna bir-rəcm. Bu ümmətdə rəcmi yalanlayan, Dəccalı yalanlayan, günəşin məğribdən çıxmasını yalanlayan, qəbir əzabını, şəfaati və cəhənnəmə girdikdən sonra insanları oradan çıxmayacaqlarını iddialı insanlar çıxacaqdır. Onlarla qarşılaşsan, onları Ad və Səmud qövmlər kimi öldürüldüyü kimi onları biz öldürərəm deyir. Aydındır. Məlum oldu da, başa düşüldü. Yəni qiyamətə qədər, yəni qiyamət gününə qədər, yəni bu hadisələr baş verəcək. Lakin hədisin bu rəvayətin isnadı zəifdir. İsnadının zəif olmasına baxmayaraqdan deyilir ki, qalə Abdülməlik və mən kəzəbi əzəbil qabr, kim qəbir əzabını inkar edərsə və yaxud da ki, yuxarıda keçən Ömərin danışdığı bunlardan birisini inkar edərsə, çünki bunlar hamısı Əhl-i-Sünnə və Cəma arasında etiqad məsələsində, yəni mötəbər, yəqin məsələlərdən sayılır. Çünki heç kimsə rəcmi inkar edə bilməz. Rəcmi inkar edən İslamdan çıxır. Və həmçinin Dəccəli inkar edən və həmçində günəşin məğribdən çıxmasını və həmçində qəbir əzabı, Peyğəmbərimizə verəcək qiyamət günü şəfaət və həmçində müsəlman möminlərdən olub cəhənnəmə girib oradan çıxmağı inkar edənlər. Bunlar hamısı, yəni səhih hədislərə varid olan
rivayətlərdir ki, yəni burada Abdülməlik deyir ki, kim qəbir əzabını və ya da ki, Ömər bin Xattabın yuxarıda keçən əsərdə zikr etdiyi bu məsələni birisi inkar edərsə, ondan etdiyi və bu etiqadına görə, yəni bu sözünə görə tövbə etməsi tələb olunur. Əgər tövbə etməzsə, o öldürürlər. قال إمام الآجوري رحمه الله قال ظهر في هذه أمة جميع ما قاله عمر بن الخطاب فينبغي للعقلاء من الناس أن يحذروا ممن ذهبه التكذيب بما قاله عمر. İmam Əcuri deyir ki, bu ümmətdə Ömər radiyallahu anhum bu yuxarıda zikr etdiyi hər bir şeydə hasil olmuşdur. Yəni bunu inkar edən, təkzib edən hər bir firqələr varid olmuşdur, çıxmışdır. Aydındır. Yəni bunu başa düşən, eşidən hər bir ağıllı kimsə də bu müxaliflərin bu müxalif fikirlərindən uzaq olmalıdır. Aydındır. Və həmçinin an İbn Qasim ennehu qala fi ehlil ehva. İbn Qasim bidət əhli barəsində deyir ki, misal el-Qaderiyyə və İbadiyyə və onlara bənzər İslam firqələri. Və onlar hansı ki, onlar İslam cəmiyyətinin, millətinin, İslam cəmaatının, müsəlmanların olduğu yol üzərində deyirlər. Onlar bidətdədirlər. Allah Taala'nın kitabını təhrifdə və yaxud da ki, məğzinə uyğun olmayan təfsirlər verməsində məşğuldurlar. Bu kimsələr yüstətəb, tövbəyə çağırırlar. Fərqlə yoxdur, bu etdiyi bu bidətlər istər izahi açıqda etsin və yaxud da gizlində etsin. Əgər tövbə etsələr, illə durba riqabuhum. Əks halda başlar vururlar. Allahın kitabını təhrif etdiklərinə və müsəlmanların birliyinə müxalif olduqlarına görə. Və həmçinin Peyğəmbərə tabi olan kimsə müxalif olduqlarına görə. Və bu da və bihədə amilət əimmətil hudə. Və bununla da bütün İslam alimləri, bütün imamlar buna əməl etmişlərdir. Və qalə Umar ibn Abdüləziz ər-rə'yu fihim, mənim onlarda olan rəyim ən yüstətəbu, tövbə etmələri, tövbəyə çağırmaları. Fə in təbu və illə uridu aləs-seyf. Əgər tövbə edərlərsə, əks halda seyfə məruz qalarlar. Və mən qutilə minhum alə zəlikə fə mirasu li varəsətihi. Onlardan kim öldürərsə, mirası varisçisinindir. Çünki onlar müsəlmanlardır. İllə əndəhum qutulu li ra'yihim ra'yisu. Onlar da öldürülməsinə məqsəd kafir olduqlarına görə yox, yəni pis rəylərinə. Çünki o zamanda, əvvəlki zamanlarda, yəni İslam'a gətirəcək yeniliklər səhlənkarlıqla, boşluqlarla qarşılaşmırdı. Əgər o vaxtda onlar səhlənkarlıq edərək yanaşsaydılar və bir də belə səs, yəni xəlifələr sərt yanaşmasaydılar, bidətlər daha çox baş qaldırardı. Daha çox təfriqəci, daha çox məzhəblər yaranardı. Aydındır. Və qalə İsə və mən qalə innəlləhə ləm yükəllim Musə istutibə. Qalə İsə, kim desə ki, Musa aleyhisselam Allahla danışmayıb və ya Allah onunla danışmayıb, o insan tövbəyə tələb olunlar. Ya ki, qardaş, olduğun bu rəydən dön. Əgər tövbə etsə, buraxla, əks halda öldürürlər. Və ərahu min haqqil vacib. Və bunu da mən haqq vacib olaraqdan görürəm. Və bununla da Allah Teala'ya yaxınlaşıram. Yəni, bu mənim dinimdir. Deyərəkdən belə bir həsən əsər gətirir. Və həmçinin başqa bir rəvayətdə qalə Utbiyyə və suilə Səhnun. Səhnun da İmam Məlikin tələbələrindən sayılır. Qalə Səhnun əmmən qalə innə Cibril əxtə bil vəhi. Səhnun deyir ki, Səhnun Cebrail aleyhissalam vəhidə xətaya yol vermişdi deyən barəsində deyir ki, yəni bəzi insanlar deyir ki, Cebrail aleyhissalam vəhi gətirməsində xətaya yol vermişdir. O əslində Peyğəmbərimizə yox, Ali radiyallahu anhuya gəlməli idi. Və Cebrail aleyhissalam risaləsində o vəhiyində gətirib çatdırılmasında xətaya yol vermişdir. Bunu kim deyərsə ondan tövbə etməsi tələb olunlar. Əks halda və qutilə və lə yüstətəb. Bundan soruşur. Deyir ki, hər yüstətəb, bu iddiada deyən kimsə tövbə etməsi tələb olunarmı? Və yaxud da ki,
öldürürlər, tövbə etməsi tələb olunmaz. Qalə bəl yüstətəb. Deyək ki, yox. Bu insan tövbə etməsi tələb olunlar. Tövbə edərsə buraxılar. Əks halda başı gedər. Bunu da Zəkərhul Əl-Qadı İyad Fiş-Şifə kitabında zikr etmişdir. Qadı İyad. Bu da və hədə qavlul Əl-Qurabiyyəti minə Rafidə. Rafidənin Qurabiyyə deyilən bir qolundan çıxan bir sözdür. Summu bizəlik li qavluhun kən Nəbi sallallahu əleyhi və səlləm əşbəhə bi Ali min Qurab. Bil Qurab. Onda peyğəmbərimizə oxşadığına görə deyiblər ki, yəni deyir ki, Cəbrail əleyhissalam belə deyək də, Əli radiyallahu anh peyğəmbərimizə oxşuyurdu görünüş cəhətindən. Ona görə Cəbrail əleyhissalam vəhiyində xəta elədi. Peyğəmbər Əli radiyallahu anh gətirəsə Muhammed sallallahu aleyhi və səlləm gətirdi. Çünki oxşuyurdu, çaşdı. Aydındır. Qilə fə in şətəmə əhədən min əshab-ı Nəbi sallallahu aleyhi və səlləm, kim peyğəmbərimizin sahabələrindən birini söyərsə, bu Əbu Bakır, Ömər, Osman, Əli, Muaviyyə və yaxud da ki Amr ibn As ola bilər. Bunların halı necədir? Qaləli mənə dedi ki, əmmə idə şətəməhum fəqa, əgər onları söyməsində deyərsə, innəhum kənu alə dalalən və küfür, onlar zəlalətdə və küfürdədirlər. Yəni bu sözlərlə söyərsə onlara, onlar zəlalətdir, onlar yəni pis yoldadırlar, onlar kafirlərdir. Bu kimi söyüşlər istifadə edərsə qutil, o insan öldürürlər. Və yaxud da və in şətəmə bi qeyri hədə kəmə iştumuna, və yaxud da ki insan əksi olaraq da və yaxud da insanların adi söyüşləri kimi söyərsə və yaxud lənət oxuyarsa onlara və bu kimsələrin də şiddətli şəkildə cəzalandırmasının tərəfdarıyam deyir. Aydındır. Və həmçinin qalə Sumadihiyyə qalə ma'an və kutibə ilə Malik minəl Arab. Ərəblərdən biri İmam Malikə yazır. Yəsəlu an qavmin yusallina rəka'ateyn və yəcəhətuna sünnətə. Ondan, yəni İmam Malikdən soruşurlar ki, bəzi ərəblər var ki, onlar bütün namazda 2 rəkat qılırlar və sünnələri inkar edirlər. Sünnələr yoxdur. Bütün namazda 2 rəkatdır. Deyilməyən necədir? Salat rəka'ateyn. Biz deyik, ancaq namazı 2 rəkat olduğunu bilirik. Qalə Malik ara ən yüstətəb fə intəbu və illə qutilu. Ki, mən onların tövbəyə dəvət olunmasını istəyirəm birinci. Əgər tövbə edərlərsə, bu əks halda onlar öldürürlər. Və həmçin başqa rəvayətdə An İsa ibn al-Qasim qalə və mən səbbə əhədə minəl əmiyyə vəl mursəlin. Kim peyğəmbərlərdən və yaxud da ki, nəbilərdən birisini söyərsə və yaxud da ki, minəl musliminə, müsəlmanların hər hansı birisi qutilə və ləm yüstətəb, öldürürlər və müsəlmanları bilin ki, peyğəmbərləri və yaxud da ki, rasulları söyərsə, onu öldürürlər və ləm yüstətəb. O öldürürlər və tövbəsi tələb olmaz ondan. Və hu bi mənziləti zindiqilləzi ilə tu'rafu ləhu tövbə. Onun bu kimsənin misalı, bərabərliyi, tövbəsi ondan bilinməyən zındıq kimidir. Aydındır. Fəzikəllə yüstətəb. Zındıq olduğuna gəlir ki, onun tövbəsi tələb olmaz. Lənnəhu yətubu bilisanihi və yuraci'u zəlikə fi sərirətin. Zındıqlar dili ilə tövbə etsələr belə gizlindədir, öz küfrlərini davam etdirirlər. Fələ tu'rafu minhu tövbətun. Çünki onların tövbəsi bilinmir onlardan. Və hu bi mənziləti mən səbbə Rasulullah sallallahu aleyhi ve sellem. Çünki onun da eyni bərabəri Peyğəmbər sallallahu aleyhi və səlləm söyən kimsə ilə bərabərdir. Deyən Allah yəqulu fi kitab. Çünki Allah Teala kitabında deyir ki: "Əmənər Rasul bimə unzilə ileyhi min Rabbihi vel mu'minun." Əmənər Rasulu peyğəmbər və möminlər Rəbbi tərəfindən ona nazil olana iman gətirdilər. Kullun əmənə billahi, onların hamısı Allaha, mələklərinə, kitablarına və Rasuluna iman gətirdilər. Və qal vəllezine əmenu billahi və rusulu və lim yufarriqu beyne ahadin minhum. O kimsələr Allaha və onun peyğəmbərlərinə, rasullarına hamısı iman gətirdilər və onlar arasında fərq qoymadılar. Və həmçinin Allah Teala buyurur ki: "Fə in əmenu bimisli mə əmentum bihi fəqad ihtədəv." Onlar sizin iman etdiyiniz kimi iman etsəydilər, hidayət olunardılar.
Və in təvəlləv üz döndərsələr fə innəmə hum fi şiqaq. Əgər olan üz döndərsə bil ki onlar ixtilaf içərisindədirlər. Fəsəyəkfikəhumullah və huvəs-semiyul alim. Onlardan qovmaqda Allah sana kifayət edər. Allah da işlənir, biləndir. Və qala Muhammed qad a'lamtukə bi qawli a'immatil huda və erbabil ilm fima sa'altu an. Deyir ki, mən sənə, bu Muhammed ibn Əbi Zəməni deyir ki, indiki kitabları sənə deyir ki, qad a'lamtukə bi qawli a'immatil huda. Mən sənə indiyə kimi hidayət üzərində olan bütün imamlarının sözlərini sənə çatdırdım, öyrətdim. Və həm və ərbəbil ilmi, elmdə mötəbər olan kimsələrin sözünü. O sözlər barəsində ki, məndən onlar barəsində soruşulmuşdur. Və fi qeyri zəlikə mimmən yüsəlu anhu min usulus sünnə. Burada sayılan və yaxud da ki, başqa sayılan məndən soruşulan məsələlər barəsində sizə çatdırdım. Hansı o məsələ usulus sünnə, sünnənin əsaslarından sayılır. Hansı ki, bu məsələlərə bidət əhli, bidət, zəlalət əhli kitab və sünnənin Peyğəmbərimizin yolunu müxalif olmuşlar. وَلَوْلَا أَنَّ أَكَابِرَ الْعُلَمَا يُكْرَهُونَ أَنْ يُسَطَّرَ شَيْءٌ مِنْ كَلَامِهِمْ وَيُخَلَّدُ فِي kitab. Lakindir böyük alimlər, onların bütün o məzhəbdəki, etiqaddakı o pis görüşlərinin kitaba yazılıb ta qiyamət günə qədər zikr olmasının istənilməməsi olmasaydı, ki, mən deyir ki, onların zəlaləti barəsindədir, bundan artıq şeylər yazardım. Çünki onların zəlaləti yazılsa bura, artıq qiyamət günə qədər həkk olundu. Çünki qəlbində xəstə olan kimsələr nə eləyir? Bunları öyrənir, daha insanlara bir mənada olaraq bunlara açarlar var da burada. Deyir ki, böyük alimlər bizləri onların o zəlalətlərinin qiyamət günə qədər qalmaması üçün, kitablarda yer almaması üçün çox şeylər danışmamağınız buyurdu. Ona görə ki, mən deyir ki, Muhammed ibn Zəmən deyir ki, mən əgər danışsaydım ki, onların deyir, daha bərbad, daha pis şeylərini sizə danışardım. Bəzən müəyyən şeylər zikr etdim ki, bu səbəblə siz onlardan uzaq olasınız. Və nə'udu billah min fitnətihim. Sonra deyir ki, biz onların fitnəsindən Allaha sığınırıq. Və əsəmənəllah və yəkim min mudillətil fitən. Və Allah bizi və səni onların düşdüyü o zəlalət fitnələrindən bizləri qorusun. Və vəffəqənə limə yurdih və qavlən və əmən. Sözdə və əmərdə Allahın razı qalacağı əməllər bizi müvəffəq etsin. Və qarrəbənə iləyhi zulfən və zülfə. Allah Teala bizi özünə yaxınlaşıq əməllər bizi müvəffəq etsin. Və sallallahu alə seyyidina Muhammed və alihi və səlləmə təslimən deyə Muhammed ibn Əbi Zəmənin kitabını son qoydu. Lakin burada bizim bir də bu məsələnin əlavə bir məsələ var ki, bidətən təkfir olub olmaması barəsində. Məsələ əl-xilafu təkfir əhlil ilm, əhlil bidə. Bidət əhlinin təkfir olması xilaf vardır. Qalə Şeyxülislam İbn Teymiyyə, məbdəul bidə, bidətin mənbəyi, qaynağı, huvəd-da'nu fis-sünnəti bil-zanni vəl-həvə. Deyir ki, bidətin mənbəyi odur ki, sünnəyə zənn və hava üzrə, nəfsi istək üzrə artıq sözlər danışmaqdan qaynaqlanır. Yəni, sən sünnəni zənnlə və yaxud da ki, öz nəfsi istəyinə uyğun gəlmədiyinə görə birbaşa onu pisləməyə başlayırsan. Necə ki, iblis öz rəyinə, öz batil rəyinə görə təvil verdi və Allahın əmrindən çıxdığı kimi. Və əmmə tə'yinu firəqil həlikə, amma ki, o həlak firqələrin təyinə gəldikdə isə fəəqdəvu mən bələğənə ənəhun təkəlləmə fi tadlilihim, ən qədim onlar barəsində danışan alimlərdən Yusuf ibn Asbat rahiməhullah və həmçində Abdullah ibn Mübarək olublar ki, onların, yəni ən qədimdən onların zəlaləti barəsində danışan alimlərdən. Və hu imamən cəlilən min əcillə əyimmətil muslimin. Onlar İslam aləminin böyük, mötəbər alimlərindən sayılır. Qalə usulul bidə ərba'a. Onlar deyirlər ki, bidətin əsli 4 firqədən qaynaqlanır. Rafizilər, xavaric, qədəriyyə və murciyə. Rafizi, xavaric, qədəriyyə, murciyə. Yəni, bidətin əsli kökü bunlardır. Xavariclər Peyğəmbərimizin zamanında Peyğəmbərimiz əlamətlərini bildirdi. Lakin Əli radiyallahu anh xilafəti dövründə daha çox zuhur etdilər. Və ta indiyə qədər. Amma ki, qədəriyyələrdə Peyğəmbərimiz xəbər vermiş. Lakin qədərilər
çıxmamışdı. Amma Ömər radiyallahu anh dövründə qədərilər çıxdı. Və murciyələr də sonra çıxanlardır. Rafizilər də Əli radiyallahu anh dövründə xilafətinə çıxan. Çünki bunlar daha çox vəhiyə. Yəni fərz elə Peyğəmbər dünyadan keçib belə bir 100 il keçməyib də. Elə Peyğəmbərin əsəri qəlblərdə var. Bu zamanda sənin əlavə bir bidətlər, firqələr ortaya qoymağın bunun zəlalətin nə qədər murdar olduğunu bildirir də. Buna görə bu firqələr yəni bidətin başları sayılır. Rafizə, Xavaric, Qədəriyyə və Murciə. Rafizlər bildiniz, sahabələr söylürlər, bir dənə Əli radiyallahu anh qaldırırlar ilahlıq səviyyəsinə. Xavariclər bütün özlərdən başqa hamısı xaricdir. Qədəriyyə də Allah Teala'nın qula ixtiyarı yoxdur. Yəni Allah Teala bilmir, elmsizdir. Nə yazmayıb, nə də ki xəbəri yoxdur. İnsan əməl etdikdən sonra Allah Teala'nın xəbəri olur. Murciələrdə hər bir kimsənin yəni imanın ancaq sözlə olduğunu deyirlər və hər bir kimsəni imana daxil edirlər. Yəni insana küfür, İslam'a girdisə küfür, isyan heç bir insanın imanı təsir eləmir. Belə qəribə firqələrdir. Fəqilə İbn-i Mübarək, İbn-i Mübarəkə deyilir ki, "Vəl Cəhmiyyə", axı Cəhmiyyə qaldı. Fəəcəbə bi enne ulaika leysu min ümmeti Muhammedin. Deyir ki, onlar Cəhmiylər Muhammed sallallahu aleyhi və səlləmi ümmətindən sayılmırlar, deyirlər. Və kana yəqul deyərdi ki, "İnnə lənəhki kələməl yəhudu və nasara və la nastati'an nəhki kələməl cəhmiyyə." Biz derdik ki, Yahudilərin və Nasranilərin sözlərini danışmağımızı görərdik ki, danışardıq. Amma kidir, Cəhmilərin sözlərindən, onlardan bəhs edilməsini xoşlamazydıq. Görün nə dərəcədə görərdilər Cəhmiləri. Və hədəl-ləzi qaləhu ittəbə aleyhi taifətin min uləmə. Bunu dedikləri, İbn-i Mübarək dediklərini bir çox alimlər bunların bu dedikləri rəy üzərə olmuşlardır. Və həmçə buna min ashab-ı Əhməd və qeyrihim qalu. Və həmçə İmam Əhməd və onun başqa dostları da bu rəy üzərə olmuşlardır. Və onlar deyirlər ki, "İnnəl cəhmiyyətə kuffarun." İmam Əhmədin özü və yaxud da ki, deyək ki, sahabələr deyiblər ki, cəhmiylər kuffar, kafirlərdir. Fələ yədxulun fil isney və səbi'in firqət. Onlar 72 firqəyə daxil deyirlər. Kəmə lə yədxulu fihim əl-münafiqun əlləzinə yubtinunəl kufra və yuzhirun İsləmə və hum zənadiqə. Yəni zindiq olan münafiqlər o 72 firqəyə daxil olmadığı kimi cəhmiylər də onlara daxil deyil demişlərdir. Və qalə əxəru min əshabi İmam Əhməd və qeyrihim. İmam Əhmədin dostlarından və yaxud ki, başqaları deyirlər ki, "Bəli cəhmiyyəti daxilunə fil isneyn və səb'inə firqətən." Lakin yox. Biz onları o 72 firqədən çıxarta bilmərik. Onlar 72 cəhmiyyə 72 firqəyə daxildirlər. Və beləliklə nə edirlər? Yuxarıda dediyim usulul bid'a bir dənə əlavə edirlər. Və cəal usulul bid'a 5. Əvvəl demiş ki, bidətin əsli, qaynağı, mənbəyi 4-dür. Bunlar bir dənə əlavə edirlər. Kəmə lə yədxul fihim əl-münafiqun. Necə ki, o həmən ki o firqəyə münafiqlər daxil olmadıqları kimi. Bələ cəhmiyyət daxilun fi isneyn və səbi'inə firqətən və cəalə usulul bid'a 5. Fəalə qavlu həulə və bu rəyə, bu rəy etibarı ilə yəkunu kullu taifətin min mubtədiyə 5. Və bu rəylə deyir ki, bidət firqələri 5 olur. 12 firqətən və onlar da 12 firqəyə bölünür. Və alə qavlul əvvəlin, lakin birinci rəyin sahiblərinə gəldikdə isə yəkunu kullu taifətin min mubtədiyə 4. Və bütün bidətin başçıları 4-dür və onlar da 18 firqətən. Onlar da 18 firqəyə bölünürlər. Aydındır. Və hədə yubna alə asl əxər. Və bu saydığımız bu məsələlərdə başqa bir əsli özünə bina edir. Və huvə təkfiru əhlil bidə. Bidət əhlinin təkfir olmasını. Fəmən əxrə cəhmiyyəti minhum. Kim cəhmiləri o firqələrdən çıxartırsa, onları təkfir etməyəcək. Fəinnəhu lə yukəffəlu bi sər əhlil bidə. Çünki artıq o birisi firqələri də təkfir etməmişdi. Bəl yec'aluhu min əhlil va'id və o cəhmiləri də həmçinin o təhdid olunan firqələrə daxil etmişdir. Fəmən əxrə cəhmiyyəti minhum lə yukəffir. Nəm. Bimənziyyətil fussaq vəl usad. O həmçinin o cəhmiləri onları fasiqlərlə və günahkarlarla eyni səviyyə etmişdir. Aydındır.
Və yuc'alu qawluhu hum finnar. Allah Taala'nın ayədəki keçdiyi ki, onlar hum finnar cəhənnəmdədirlər. Onların cəhənnəmdə olmasını, yəni başqa ayələrə təfsir, yəni şərh verdikləri kimi şərh vermişlər. Yəni başqa günahlar kimi, yəni başqa günahlar insanın cəhənnəmə salınıb çıxdığı kimi bunları da elə təfsir vermişlərdir. Məcə fi sa'iri zunub. Misli kullu akli malil yetim və qeyri. Necə ki, yetim malı yeyən kimi. Necə ki, Allah Teala buyurur ki, İnnellezine yekulul envalel yetimi zulmen. Kim yetim malını zülm edərekdən yeyərsə, İnnemə yekuluna fi butunihim nara. Sanki onlar da ki, öz qarınlarına od doldururlarmış ki olarlar. Yəni onlar İslamdan çıxartmırlar. Və men edxalahum fihim fehum ala qavleyn. Kim onları əvvəl saydığım iki firqəyə salırlarsa, onlar da iki rəyə bölünürlər. Birinci, mən kəffərahum kulluhum. Onlar cəhmilərdən hamısını və yaxud da ki, o saydığım o firqələr hamısını təkfir edirlər. Və hədə innəmə qalə ba'dul mütəəxxirinə müntəsibinə əimməti əl-mütəkəllimin. O saydığım cəhmilə sallar və onlar hamısını təkfir edirlər 5 firqəni. Bu da yəni, sonda gələn alimlərdən və mütəkəllim alimlərdən, mütəəxxirlərdən gələn rəylərdəndir. Ki, onlar hamısını təkfir edirlər. Və əmmə sələfil vəl-əimmə. Lakin sələf və imamlar nə edirlər? Ləm yetənəzəu fi aləm təkfiri. Onların təkfir olunmaması barəsində münaqişə etmirlər. Yəni, onlar təkfir olunmurlar. Ziddiyyətdə deyirlər. Onlar təkfir olunmurlar. Yəni. Əl-murciə və şiətil mufaddə və nəhvi dəlikə. Murciə, şiə və onlara bənzər olunlar. Və ləm yəxtəlif nususu Əhməd fi. Deyir ki, Əhməd rahiməhullahın gətirdiyi dəlillər heç buna deyil, müxalif deyil. Ənəhu la yukəffir haula. Onlar təkfir olunmaz. Və in kənə min əshabihi mən həkə fi təkfiri cəmiyə min əhlil bidə' min haula və qeyrihim xilafən anhu. Buna baxmayaraq ki, İmam Əhməd radiyallahu anhu onun özünün gətirdiyi məzhəbə xilaf olan özünün dostları var idir. Özü deyir ki, təkfir olunmaz. Lakin özünün dostlarından, sahabələrindən, yəni tələbələrindən təkfir olunduğunu bildirən kimsələr vardır. Əv fi məzhəbihi və yaxud məzhəbində. Hətta utluqa ba'duhum təxlidə həulə və qeyrihim. Və onlar bəziləri, yəni İmam Əhmədin yandaşlarından, alimlərin deyirlər ki, onlar, murciə, şiə, rafiz, onlar hamısı əbədiyyən cəhənnəmdə qalacaqlar. Və hədə qaladun alə məzhəbihi və alə şəriə. Və həm İmam Əhmədin şəriətinə və həm İmam Əhmədin məzhəbinə, İmam Əhmədin məzhəbinə və həm də ki, şəriəti müxalifdir. Onların əbədiyyən cəhənnəmdə qalması. Aydındır. Amma ki, əmməs sələf və əimmətil ümmə bunların bu rəyinə müxalifdirlər. Və minhum mən yükəffiru əhədə min həulə. Başqa alimlər var ki, onlardan heç birisini təkfir etmir. İlhaqan li əhlə və bi əhlil məasi. Onlar bidət əhlinə və yaxud da ki, günahkarlara qoşduğuna görə. Qalu deyirlər ki, kəmə ənnə min usulü əhl-i sünnəti vəl cəmaə. Necə ki, əhl-i sünnə və cəmaənin usul qaydalarından idi ki, ənnəhum lə yükəffərun əhədin bizənbin. Onlar günaha görə heç bir kimsəni təkfir etməz idilər. Fəzqədə yükəffirun əhədin bi bidətin. Və beləliklə bir kimsəni bidətə görə təkfir etməz idilər. Vəl-mə'sul anəs-sələf vəl-əimmə. Sələfdən və imamlardan gəlib bizə çatan odur ki, itlaqu əqvalu bit-təkfiri cəhmiyyətil məhda. Cəhmiyə xas xalis cəhmilərin təkfir olması mütləq şəkildə gəlib çatmışdır. Xalis cəhmilərin mütləq şəkildə, ümumi şəkildə təkfir olması gəlib çatmışdır. Məsələn, kim desə ki, Quran məxluqdur, kafirdir. Aydın, bu artıq bu ümumi bir ləfsdir. Bu gəlib çatmışdır. Naam. Cəhmiylər əlləzi inkirunu sifət. Onlar da Allah-Taala'nın sifətlərini inkar edən kimsələrdir. Və həqiqəti qavlihim, onların sözünün həqiqəti bu idi ki, İnnəllaha la yetəkəlləm və la yura və la yubaynul xalq və la ləhu ilmun və la qudratun və la səm'un və la basarun və la həyatun bəlil Qur'an məxluqun və əhl-i cənnət la yarawnahu kəmə la yarawna əhlin nar və misal hadihi məqalət. Deyir ki, onların həqiqi sözü nədir? Allah Taala danışmaz, görülməz. Qullardan ayrı deyil.
Onun elmi yoxdur, qüdrəti yoxdur, eşitmir, görmür, həyatı yoxdur, Quran məxluqdur, cənnət əhli onu cənnətdə, cəhənnəm əhli cəhənnəmdə heç bir zaman görməyəcəklər və buna bənzər sifətlər inkar etdikdən bu cəhmilərin əqidəsinin həqiqəti budur. Və bu etiqadda olan kimsələr də İmam Əhməd məzhəbindən müəyyən bir kimsə onları mütləq şəkildə onları küfr olduğunu təkfir etmişlərdir. Yəni küfrdə olduğu təkfir etmişlərdir. Və əməl xavaric və ravafid, əməl xavaricə və rafizlərə gəldikdə isə fəfi təkfirihim niza'un və taraddunu an Əhməd və qeyrihi. Onların təkfir olması həm Əhməd rahimehullah və həm başqalarında tərəddüd edirlər. Tərəddüd edirlər ki, onlar rafizlər və xavaricə təkfir olunur yaxud olunmur. Və əməl qədəriyyə, qədərilər gəldikdə isə Əl-ləzi yenfuna kitabə vəl-ilmə, onlar Allah Taala'nın kitab yazmasını və elmini inkar edirlər. Fəkəffəruhum, onları təkfir edirlər. Qədəriyyə təkfir edirlər. Və ləmmə kəffəru mən əsbətə bil-ilm, və ləmmə yukəffiru mən əsbətə bil-ilmə, onlar Allah Taala'nın elmini isbat edənləri belə təkfir etdikdə, və ləm yusbil xalqal əf'al, qulun əf'allarını Allahın yaratmadığını dedikləri zaman nə etdilər? Və fasal xitab fi hada bab bi zikril aslayn. Və bu zaman kitabı inkar etmirlər, amma ki qulun kitabı təsdiq edirlər, isbat edirlər ki, Allah Teala yazmışdır. Allah Teala bilirdi, lakin kitabı inkar edirlər və yaxud da ki qulun öz əməllərini özü yaratmışdır, Allah Teala yaratmamışdır. Bu təfsilat verdikdən sonra deyir ki, bunlarındır ki, iki əsli olaraqdan bölünürlər. Birincisi ən yu'ləmə ennəl kafir fi nəfsil əmr min əhli salah. Deyir ki, belə baxmayaraqdan bunlar belə İslam'a nisbət olsa belə, insan namaz qılsa belə kafir sayılır. Namaz qılsa belə kafir sayılır. La yakunu illa munafiqan. Münafiqin namaz qılması kimi. Nafiqlər namaz qılırdılar. Lakin namaz qıldıqlarına baxmayaraqdan onlar kafir idilər. فإن الله منذ بعث محمد صلى الله عليه وسلم وأنزل عليه القرآن وهاجر إلى المدينة وصار الناس ثلاث أصناف. Deyir ki, Allah Teala Peyğəmbər sallallahu aleyhi ve sellem göndərdikdən və ona Quran nazil etdikdən və Mədinə hicrətdən bu yana insanlar hamısı üç firqəyə bölünmüşdü. Üç hissəyə bölünürdü insanlar. Mu'minun bihi, Allah'a iman gətirən və kafirun bihi, ona kafir olanlar, muzhirul kufru və kafir olanlar, küfrü zahir edənlər və munafiqun mustakfin bir kufur. Münafiq olub küfrünü gizleten insanlar. Ya mümin idin, ya kafir idin, açıq aydın küfrünü zahir edirdin, ya münafik olurdun, zahiren İslam, dahilen küfür olurdu. Yani Peygamber gönderdikten bu yana tabii ki bu insanlar üç sinfe bölünmüştürler. وَلِهَذَا ذَكَرَ اللّٰهِ فِي هَذِهِ الْأَصْنَامِ ثَلَاثِ فِي اَوَّلِ سُورَةِ الْبَقَرَةِ. Yani bu üç sınıfı Allah Teala Bekara suresinde üç sınıf olaraktan böldü. 4 aya müminlerden bahsetti. 2 aya kafirlerden ve 10 ve bir daha çok aya olmakla değil münafıklardan bahsetti. وَقَدْ ذَكَرَ اللّٰهُ الْكُفَّرَ مُنَافِقًا فِي غَيْرِ مَوْضِعٍ مِنَ الْقُرْآنِ. Ve Allah Teala yani Bekara olmasa da Bekara suresi olmasa başka ayelerde münafıklar ve kafirlerden bahsetmiştir. Ve izâ kâne kezâlik, eğer bu belədirsə, əhlül bid'a fihim el-munafiq və zındık. Əhlül bid'a fihim, bid'at əhlinin içərisində zındıqlar və münafiqlər də ola bilər. Fəhədə kafirun, əgər belədirsə, bid'at əhlində zındıq və münafiq varsa, bu kafir sayılır. Və yaksur mislə hədə fir-rafidah. Bunlar dedi daha çox rafizlərdə görülür. Vəl cəhmiyyə və cəhmilərdə də. فَاِنَّ رُؤُسَهُمْ كَانُوا مُنَافِقِينَ زَنَادِقٍ. Diyor ki onların başçıları, mənbəyi, o fikrin qaynağıdır. Elə zındıqlardan qaynaqlanmışdı. Daha çox rafizədə, cəhmilərdə münafiqlik və zındıqlıq görərsən. Yəni əhsi kafir görərsən oradan. Ona görə onları daha çox təkfir edirlər də cəhmiləri. Və əvvəl mən ibtədə'ər rafida və əvvəl mən ibtədə'ər rafdu, ilk rafizə olan bir kimsə kənə münafiqan, o münafiq idi. Və kədəlikə təcəhhüm, həmçində cəhim ola bilər. Cəhm ibn Safvan. Aydındır. Onun barəsində əvvəl danışmışdıq. Fəinnə aslahu zindiq və nifaq. Onundur ki, o məzhəbi Quranın banisinindir ki, ilk imana gəlməsindəki o tutkusu, sevgisidir, münafiqlə və zındıqdan qaynaqlanırdı.
və ona kim qoşulurdusa, elə olanla bərabər zındıq olurlar. Və lihədə kənar zənadiqatul münafiqun, onlar ki, olanda nə olur? Və kənar zənadiqatul münafiqun, onlar münafiq və zındıqlar olurdular. Minəl qaramidətil batiniyyə, minəl qaramidə, həmçinin qaramidlər var batiniyyə firqəsindən. Əl-mütəfəlsifə və əmsəlin, və bu və buna bənzər firqələr. Yemiluna ilə rafidə, bu firqələr hamısı əl-qaramidə və batiniyyə və zənadiq və münafiq hamısı rafizi firqəsinə daha çox meyl edirlər və cəhmiyyələr həmçinin. Çünki onlar daha yaxın idilər. Fəzə ataları oradandır. Belə deyirlər, suyu şirin gəlib onlar qaçırırlar onlar. Və min əhlil bid'a men yekun fihi imanun batinan və zahiran. Və bəzi ki, bidət əhli ola bilər ki, onların imanı zahirən və batinan ola bilər. Lakin fihi cəhlun və zulm. Buna baxmayaraq da onların zülm və cəhil onlarda bariz ola bilər. Hətta əxta mə əxta minəs sünnə. Və bu cəhalətdən dolayı sünnədə müəyyən xətalara yol verə bilərlər. Fəhədə leysə bi kafirin və lə münafiq. Bu sinifdə olan kimsələr isə nə kafir sayılır, nə də münafiq olar. Qad summa qad yakunu minhu udwan və zulm. Ola bilsin ki, onlardan həmən ki, bu bidət əhlindən düşmənçilik və zülm də ola bilər. Və düşmənçilik edənlər və ki, zalim kimsələr də ola bilər. Və düşmənlər də ola bilər, zalimlar da ola bilər. Yakunu bihi fasiqan əv asiyan. Və onlarda həmçinin asilər və fasiqlər də ola bilər. Və qad yakunu muxtiyan, mütəəvvələn, məğfuran ləhu xatahu. Ola bilsin ki, həmçinin onun xətası təvildən, səhv başa düşməkdən qaynaqlana bilər. Və onun da xətası məğfur ola bilər, bağışlanmış da ola bilər. Və qad yakunu ma'a zəlikə ma'ahu minəl iman və təqvə ma yakunu ma'ahu minəl vilayətillah. Yəni, bu bidətlərə baxmayaraq da onda təqva, iman, təqva və Allaha qarşı dostluq da ola bilər, yaxınlıq da ola bilər. Bi qadri imanihi və təqva və hədə əhədul asleyn. Bu da deyir ki, onda olan iman dərəcəsində, imanına baxaraq da bu təqvası və imanı ola bilər. Nasıl ki, bidət əhlidir. Ola bilsin, Allah Teala'ya yaxın ola bilər. Amma ki, hansı şərtdə dedik, bidəti xətası təvilən olar, yəni səhv başa düşməklə ola bilən bidətçilə aiddir. Bu birinci əsr. İkinci əsr odur ki, ennel məqaləti təkunu küfran. Ola bilir ki, bəzən məqalə, söz küfr ola bilər. Kəcəhdi vücubus salah. Namazın vacibliyini inkar edən kimsə kimi. Və həmçinin zəkatı, və həmçinin həcci və həmçinin orucu. Təhlili zinə. Söz də deyir, küfr bəzən sözlər ola bilir də. Məsələn ki, namaz vacib deyil, zəkat vacib deyil, oruc vacib deyil, həcc vacib deyil. Şərtdə kimi yəni etiqadda olasın, ha? Və həmçinin zinanı, arağı, qumarı, öz məhrəmləri ilə nikahı halal görən kimsələr kimi. Bu da hamısı küfr sayılır. Thumma qailun biha qad yakunu bihaythu lam yablughu al-khitab. Bunu deyən kimsələr ola bilsin ki, ona xitab, yəni əmr, qadağanlar ona çatmayıb. Yəni bunun dediyi küfürdür, vacib deyildir. Lakin şəriətin xitabı ona çatmayıb. Və kədə lə yukfaru bihi cahiduhu. Bu zaman onun inkar edən təkfir olunmur. Və huvə hadisu ahdil İslam. Çünki artıq İslamda yenidir də. Əv nəşə bi bədiyyətin bəidətin. Və yaxud ki, bunun bu sözləri istifadə etməsi, bu məqalələri deməsi ola bilsin ki, o İslamdan, dindən uzaq bir yerdə, bir kənddə ilmə, irfana, mərifətə çatmayan bir yerlərdə yaşaya bilər. Bu səbəblərdən dolayı ki, təkfir olunmaz. Ləm təbluğu şəra'il İslam. Ona deyir, şəri əhkamlar ona çatmamışdır. Və hədə lə yəhkum bi kufrihi bi cəhd bi şeyin mimmə nəzə alə rəsuli. Bunun dadır ki, Peyğəmbərə sallallahu aleyhi və səlləmə nazil olanları inkar etməsi, inkar edərsə deyir, bu inkarına görə deyir, təkfir olunmaz. İzləm yələm ənəhu nəzə alə rəsuli. Əgər bilməsə ki, o Peyğəmbərdə nazil olmuşdur. Və məqalətil cəhmiyyə, lakin cəhmilərin sözləri isə hiyə min hədən nəvü. Bu da eyni növdəndir, deyir. Fə innəhə cəhdun limə huvər Rabbu subhanahu aleyhi və ləmə ənzələ alə rasulihi. Fə innəhə cəhdun, onlar da həmçindir ki, cəhmilərin söylədikləri də cəhdun limə huvər Rabbu subhanahu teala və ləmə ənzəlallahu alə rasulü. Bu onlarındır ki, inkarı isə deyilib Allah Teala'nın peyğəmbərinə və peyğəmbərin dediyi sözlərin inkarıdır. Və təğəzzü məqalətin fi alə sələs əvcuh. Onlarındır ki, sözləri daha belə 3 sözdə daha açıqlanır.
Birincisi ənnən nususəl müxalifəti li qavlihi fi kitab və sünnə və icma. Onların gətirdiyi o sözlər hamısı icma, kitab və sünnə və icmadadır, əksini tapmışdır. Onların gətirdiyi sözlərin əksi Quran və sünnədə vardır. Onlar buna müxalif olmuşlardır. Kəthirun ciddən məşhurun və innəmə yuraddiduha bit-təhrif. Belə baxsan ki, onların çoxu, yəni təkfir olmamasının səbəbidir. Onların yəni ortada döndüyü söz daha çox baxsan təhrif olunan. Yəni mənasını dəyişdikdən dolayı olur. Və inkar deyil, cəhd deyil. Aydındır, bizdə var Allahın sifətini, Allahın adını inkar etmək. Bir var ki, yox, onun başqa məna ilə başa düşmək arasında fərq var. Birinci kafirin, ikincisi yox. İkincisi xəta edib, birinci bilərəkdən inkar edib, ikincisi xəta edib başqa məna verir. Cəhmi elədir ki, buna qoşulur. Əs-sani həqiqət qavlihim təhtil-i sani. Əslində belə baxsan ki, onların sözünün əsli odur ki, təhtil-i sani, yaradanı inkar etmək. Və in kana minhum men la ya'lam. Ola bilsin onlardan bəziləri bilməzlər ki, enne qavluhum mustalzimun ta'til sani. Yəni bəzən ola bilsin ki, onlar bilmirlər ki, onların sözünün həqiqətən Allahın olmamasını gətirib çağırtır. Fəkənə ən asıl iman iqraru billah və onlar deyir ki, imanın əsli nədir? Allah'a iqrar etmək və əslül küfrü inkaru billah. Yəni deyir ki, imanın əsli Allah'ı iqrar etmək və küfrün əsli də Allah'ı inkar etmək. Aslında bunlar küfrü Allah'ı inkar etmirlər də. Bu da Mecmu Fatava İmam Şeyhülislam İbn Teymiyye'nin kitabında bizə bildirilir. Ve ahiruhu ve hamdan lillahi ve hamduhu ve salavatuhu ala seyyidina Muhammedin ve ala alihi ve sahbihi ve selleme daimen ebeden ila yevmil kıyame amin. Qala nasihuhu ve kana el-farag min hadal kitabe el-yevmul ahad el-mübarek. Bunu deyir ki, yəni kitabın yazandır. Sonunda da Allah Teala bizləri Əhl-i Sünnə və Cəmanın əqidəsini eşidib onlara əməl edən kimsələrdən etsin. Allah Teala bizləri kitabı xətm etdik. Allah Teala daha gözəl kitabları da oxuyub başa düşüb əməl etməyə Allah Teala bizdən müvəffəq etsin. Və sallallahu alə nəbiyyinə Muhammed və alə alihi və sahbihi və səlləm.